Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına liseydə yaradılmış şərait barədə məlumat verdi. Avropa Liseyinin yerləşdiyi əvvəlki bina 1937-ci ildə inşa edilmişdi. Təhsil müəssisəsinin 1987-ci ildə yenidən qurulan binası isə ötən müddətdə istifadəyə yararsız hala düşdüyündən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən yeni lisey binası inşa olunub. 3 və 4 mərtəbəli 7 korpusdan ibarət 1200 şagird yerlik bu təhsil müəssisəsi rayonun ən böyük məktəblərindəndir. Lisey zəruri mebel və avadanlıq, fən kabinetləri və laboratoriyalar isə əyani vəsaitlərlə təchiz edilib. Burada 50-dən çox sinif otağı, fizika, kimya və biologiya laboratoriyaları, informatika və STEM, hərbi təlim, tibb və əmək təlim otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, həmçinin açıq idman meydançası yaradılıb. Liseyin yeni binası Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən Yeniləşən Azərbaycana Yeni Məktəb proqramı çərçivəsində inşa edilib. Azərbaycanda təhsil sahəsinin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Dövlət səviyyəsində bu istiqamətdə həyata keçirilən işlərə Heydər Əliyev Fondu da böyük töhfələr verir. Fondun Yeniləşən Azərbaycana Yeni Məktəb proqramı çərçivəsində indiyədək ölkəmizdə 500-dən çox məktəb istifadəyə verilib. Paytaxt Bakı ilə yanaşı, bölgələrdə bu cür layihələrin icrası ilk növbədə regionlarda yaşayan şagirdlərin yüksək səviyyədə təhsil almasına, onların elmin sirlərinə daha dərindən yiyələnməsinə hərtərəfli şərait yaradır. Bu, eyni zamanda ölkəmizdə ümumilikdə təhsil sahəsinin inkişafını əyani şəkildə göstərir.